Deməli, birincisi, başlayaq bundan. İctimaiyyət nə deməkdir? Cəmiyyət nə deməkdir? Və s. Qədim Yunan filosoflarının dediyi belə bir məşhur söz var. İnsan təbiəti etibarilə sosial varlıqdır. Bəli. O, təbii ki, əsərlər tərcümə olandan sonra müsəlman alimlərin əsərlərində də qeyd olundu. Məsələn, İbn Xaldun da öz əsərində bunu qeyd edir. İnsan ictimai bir varlıqdır. Və belə əsaslandırır ki, insan lazım olan, özünə lazım olan təməl ehtiyaclarını məhz cəmiyyət içərisində ödəyə bilir. Çünki insan, belə deyək, onun potensialı buna yetmir, kifayət etmir ki, o bütün ehtiyaclarını tək başına qarşılasın. Ona görə də cəmiyyət içərisində yaşamaq, birlikdə yaşamaq, cəmiyyət qurmaq və o cəmiyyətin içərisində qarşılıqlı münasibətdə olmaq, bu insanın lazım olduğu, ehtiyac duyduğu ehtiyaclarını qarşılamaq, həmçinin daxilində mövcud olan potensialları bir növ aktuallaşdırmaq üçün ən gözəl variantdır. Baxın, cəmiyyət halında yaşamaq, birlikdə yaşamaq, düz burada mövzu insandır, ona görə biz insanla danışırıq, amma tək insana xas bir xüsusiyyət də deyil. Əlbəttə. Yəni, heyvanlar da biz görürük ki, onlar da sürü halında yaşayırlar. Belə deyək, cəmiyyət içərisində yaşayırlar. Cəmiyyət, yəni birlikdə olmaq, cəm olmaq. Bəli. Bu baxımdan, yəni cəmiyyət halında yaşamaq da ki, insana məxsus bir xüsusiyyət deyil. Bu, bir çox canlıda mövcud olan, müşahidə olunan bir xüsusiyyətdir. Sadəcə olaraq bizim mövzumuz insandır və insan digərlərindən fərqli olaraq, digər canlılardan fərqli olaraq mədəniyyət qura bilir, sivilizasiya qura bilir, beyin var onda və inkişaf edə bilir deyən insan daha çox burada müzakirə mövzusudur. Bayaq dediyim kimi, İbn Xaldun da qeyd edir ki, insan cəmiyyət içərisində öz təməl ehtiyaclarını qarşılayır. Bu təməl ehtiyaclar içərisində nələri biz qeyd edə bilərik? Baxın, burada əsas nəzərdə tutulan iqtisadi ehtiyaclardır. Bəli. Biz deyirik ki, məsələn, insanın tutalım bir bacarığı var, amma onlarla bacarıqdan məhrumdur. Bəli. O məhrum olduğu digər bacarıqların ərsəyə gətirdiyi belə deyək, nemətlərdən istifadə etmək üçün insan gərək onlardan qarşılıqlı ünsiyyətdə olsun. Təbii ki. Məsələn, bir insan tutalım yaxşı alimdir, kəşfləri var, elmi kəşfləri var və s. və ilaxır. Amma o, məsələn, paltar tikə bilmir, ayaqqabı tikə bilmir. Bəli. Başqa, məsələn, yemək bişirə bilmir. Bəli. O tək başına təbii ki, həyatını davam etdirə bilməz. Neynəməlidir? Digər insanlarla münasibətdə olmalıdır. Bu, bir iqtisadi ehtiyacdır. Bəli. Amma cəmiyyət tək bu iqtisadi ehtiyaclardan ibarət deyil. Cəmiyyətin, bizim cəmiyyətə olan ehtiyacımız tək bu iqtisadi ehtiyaclardan ibarət deyil. Burada bir də mənəvi, psixoloji ehtiyac var. Bu çox önəmlidir. Yəni, insan haradasa iqtisadi çətinlik şəraitində həyatını davam etdirə bilər. Amma psixoloji çətinlik budur ki, bu insan həyatı üçün çox təhlükəlidir. Çünki insan mənəvi cəhətdən depressiyaya düşəndə, stressə düşəndə və hətta sonra intiharacan gedib çıxa bilir. Ona görə insanlar cəmiyyət içərisində bir-birlərinin psixoloji ehtiyaclarını da qarşılıqlı sürətdə neyirlər, ödəyirlər. Məsələn, hər bir insan dost sahibi olmaq istəyir, hər bir insan ətrafında kimlərsə olmağını istəyir. Nəyə görə? Çünki məsələn, onlarla xoş, əyləncəli vaxt keçirmək istəyir. Və ya məsələn, ailə münasibəti hər bir insanın bu fitri ehtiyacıdır. Qarşı cinsdən evli olmaq, ailə həyatı qurmaq və bu şəkildə həyatını davam etdirmək. Zaten buna Quranda da işarə var ki, Allah Teala buyurur ki, biz qadınları yaratdıq. Nəyə görə? Litəskunu iləyha. Aranızda bir sükunət, bir aramlıq, bir mənəvi rahatlıq yaransın. Ona görə cəmiyyətin əhəmiyyəti geniş kontekstdə baxanda bir çox sahələrdə insanın təbii ehtiyaclarından doğan bir şeydir. Yəni, insan, cəmiyyət sonradan yaranan bir şeydir. Düzdür. O cəmiyyətin idarə olunması, orada qoyulan qanunlar, bunlar hamısı sonradan tənzimlənən şeylərdir. Amma bu nədən yaranır? Daxili ehtiyacdan yaranır, təbii ehtiyacdan yaranır. İnsan özündə bunu hiss edir və ondan sonra neynirlər? Birləşirlər və cəmiyyət buradan tənzim olunur.